Salam, hər birinizi kanalımda xoş gördüm. Mövzumuz ədədin faizi və bu tip videoların davamına gəlməsi üçün kanalıma abunə ola bilərsiniz. Başladıq. Araşdırma və müzakirə hissəsindən. Deməli, cədvəl və dairəvi diaqramda aprel ayında günlərin neçə faizinin yağışlı, günəşli, dumanlı, buludlu olduğu təsvir edilib. Ay ərzində neçə gün yağışlı, günəşli, dumanlı və buludlu oldu. Bu necə tapmaq olar? Deməli, aprel ayı 30 gündən ibarətdir. 30 günün 10% yağışlı olub. Yəni, 30 vurulsun %10 şəklində yazırıq. Buradan da deməli edir 3 gün ixtisarlar aparıranda. Və yaxud da günəşli günə baxırıq. Qalanlarını da eyni qayda ilə hesablaya bilirsiniz. Deməli, bir ayda 30 gün var. Biz 30'u vururuq %40'a. O da bərabərdir 12. Deməli, 3 gün yağışlı, 12 gün günəşli və digərlərini tapdıqca, yəni məsələn, burada bu 6 eləyəcək, 9 eləyəcək. Havanın vəziyyəti hər gündə faizinə görə formada olub. Öyrənmə hissəyə baxırıq. Ədədin faizinin tapılması. Mağazalarda endirimlər, bank kreditləri və maaş artımları çox zaman faizlə verilir. Bunun üçün verilmiş ədədin müəyyən faizini tapmaq lazım gəlir. Bu hissəyə baxırıq şərhlər. Deməli, faizi tapmaq üçün 100-ə bölünür və 1% tapılır. Sonra faiz göstərən ədədə vurulur. Bu hissəni mütləq bilməliyik biz. Məsələn, 60-ın 25%-ni tapmaq lazımdırsa, 60'ı biz %25'ə vururuq. Baxın, bu formada. Yəni 60 vurulsun %25. Bu 1% deməkdir. %1 onun 1% deməkdir. Amma %25 25% deməkdir. Faizi adi kəsir yaxud onluq kəsir şəklində yazmaqla da faiz tapmaq olur. Məsələn, bu %25-dən ilə davam eləsək, %25'i biz hər tərəfini 25'ə bölərik 1/4. Burada adi kəsir oldu. Onluq kəsirdə 0,25. Bu formada da yəni 60'ı 1-1 vurub yoxlaya bilərsiniz. Keçirik yadda saxla hissəsində. Bu məsələn 10% isə 0,1, 10/1, yəni yazılışları bu formada bir dəfəlik də yadda saxlaya bilərsiniz. Onsuz çox misal yazdıqca bir dəfəlik yadda qalan şeylərdir. Fikirləş hissəyə baxırıq. 16'ın 25%. Siz bunu 3 cür yaza bilərsiniz. 16 vurulsun %25. Burada 4 ixtisar edir. 4 dəfə də 16'ın 64. Nəsə bir səhvlik oldu, bir dəqiqə. 64'ə bölürük daha doğrusu 4. 16'ın 25%i 4. 16 vurulsun 25%. %25'i biz 1/4 şəklində yaza bilirik. Bura baxsaz görərsiniz. Ya da onluq kəsir şəklində 0,25. Ya da 16 vurulsun 0,25. Qalan da bu formada fikirləşə bilərsiniz. Çalışma 1. Verilmiş ədəd və cəmiyyətin uyğun faizini tapın. Burada 2 üsul verilib. 90'ı 5% deyəndə %90 vur 5. İkinci üsulda 90 vur %5. Deməli, 90'ın 1%i tapılır əvvəl. 5'ə vurulur. 5% çarşılar ilə yazdıqca görəcəksiniz. Çox uzatmayaq buradan. Deməli, 20'nin 40%i. 20 vurulsun %40 deməkdir bu. Ya da biz bu %40'ı necə yaza bilərik? Hər tərəfini 20'yə bölsək 5'də 2 kimi. Elə deyil. 20 vurulsun 5'də 2 kimi də yaza bilərik. O da edir 8. Deməli, 20'nin 40%i 8. 130'un 10%i. Eləyəcək 13. 150 kiloqramın 60%i. 60'a vurub 100'ə böləcək. Eləyəcək 90. 90. 80'in 15%i. Yazırıq. 80 vurulsun %15. Ondan da 15 ixtisar getsə 3'ə. Burada qalır 2, burada qalır 5. 5'ə ixtisar getsə daha doğrusu. 2 ilə də 4. 4 dəfə 3, 12. 50 dəqiqənin 30%i. Yəni biz 50 vurulsun 30 bölünsün 100 yazacaq. Bərabərdir. Bura 12 yazaq burada. Bərabərdir 15%.
48-in 75 faizi. 48 vurulsun 75 bölünsün 100. 25 ixtisar edəndə burada qalır 4, burada qalır 3, 4-lə də 10, burada qalır 12. O da eləyir 36 faiz. 36-nın 25 faiz. Bu artıq bilirik ki 36-nın 25 faizi 36 vur 4-də 1 deməkdir. Belə də yaza bilərik. 9, 45-in 80 faizi. 45 vurulsun %80-i hər tərəfi 20-yə bölüb 5-də 4 yaza bilirik. Elə deyil mi? Hər tərəfini 20-yə vuranda %80 edir geri. Bunlar 9 dəfə 4, 36. 150 manatın 20 faizi. 150 vurulsun 20 bölünsün 100 bərabərdir 30 faiz. İkinci suala baxırıq. Faizi tapın və hesablayın deyir. 250-nin 20 faizi ilə 125-in 40 faizinin cəmini tapın. Deməli, 250-nin 20 faizi ilə 250 vurulsun %20 deməkdir. Elə deyilmi bu? %20 üstəgəl 125 vurulsun %40 bərabərdir. Buradan sıfırlar ixtisar edəcək. Birinci tərəf qalacaq 50 plus 125 ilə də 100 hər tərəfini 5-ə böləndə burada qalır. Daha doğrusu 25-ə böləndə burada qalır 4, burada qalır 5. 4 ilə də 40 ixtisar edəndə qalır 10. O da edir 50 bərabərdir 100 faiz. B variantına baxırıq. Deməli 140-ın 40 faizi ilə, yəni 140 vurulsun %40, 300-ün 6 faizinin cəmini tapın. %6 bərabərdir. Sıfırlarımız ixtisar getsə, 14-ü 4-ə vuranda 64 üstəgəl. Sıfırlar ixtisar getsə, 3 dəfə 6, 18 bərabərdir 82. C variantına baxırıq. 80-in 15 faizi ilə 48-in 25 faizinin hasilini tapın. Uşaqlar, B variantında üzrlü sayın fərqi deyir. Ona görə biz burada fərq eləyək. 64-dən 18 çıxanda 46 eləyəcək. Deməli, burada hasil soruşur. Vurulsun 48-in 25 faizi, yəni 48 vurulsun 25 bölünsün 100 bərabərdir. Vurma əməli olduğundan bir-birlərlə ixtisar gedəcək. Burada sıfırlar gedir. Sonra 10 ilə 15 ixtisar gedəndə burada qalır 3, hər iki tərəfi 5-ə böləndə burada qalır 2. 2 ilə də 8 ixtisar gedəndə 4. Sonra 100 ilə, bunlar 25 ixtisar gedəndə burada qalır 4, burada qalır 1. 4 ilə də 4 ixtisar gedir. Qaldı 48 vur 3. 48-də 3-ə vuranda deməli 120, 144. Sonra D variantına baxırıq. 150-nin 60 faizi, 150 vurulsun 60 faiz böl 100 bölünsün deyir burada. 18-in 50 faizi, 18 vurulsun 50 böl 100. Uşaqlar, bölmədə tərsinə çevirirdi, elə deyilmi? 150 vur 60 vurulsun. Bura tərsə də çevrilirdi. 100 yuxarı keçir. 18 vurulsun 50 qalır. 100-lər ixtisar gedəcək buradan. Sıfırlar ixtisar getdi. Bunu belə eləyək. Əslində bu sıfır bu sıfırla ixtisar getsin. Aha, burada qaldı 16, burada qaldı 18, buradan 3, 5 ilə 150 ixtisar edəndə burada qalır 50, daha doğrusu 30, 30 da 3-ə böləndə eləyir 10. Növbəti misalımıza baxırıq. Hesablayın 400 kilometrin 40 faizinin 50 faizi. Şərhlər burada baxın. Əvvəl 400-ün bu 40 faiz 0,4 deməkdir. 160 tapılar. Sonra bir də 160-ın 50 faizini hesablayıblar. Ya da bir dəfiyə vurublar. Hansı rahatsa o yolla da baxaq. Deməli A variantı 240 metrin 10 faizinin 80 faizi. Yəni əvvəl bunu biz vururuq 0,1-ə, bir də 0,8-ə.
ya da bir hissə hesablayırıq. Hissə hesablamanızı məsləhət görürəm çaşmamanız üçün. Deməli bu edəcək 24. 24 də biz vururuq 10-8-ə belə yazaq. İxtisar aparaq rahat ona görə. Yəni ya da 0,8 fərq eləmir. Gəlin elə 0,8 eləyək. Kitabdakı gedişata uyğun olaraq. Vur 0,8. 8 də 4, 32, 3 yadda 16, 3 də yadda 19. Bir dənə də 0 gəlir. Deməli 19,2 edir. Növbəti B variantına baxırıq. 80 kiloqramın 60%-nin 15%. Deməli burada nə edirik? Əvvəl yazırıq 80 vurulsun 60%. Yəni 0,6 edəcək 4,8. 4,8-in də 15%. Yəni 15% neçədir? 0,15 elə deyilmi? Onu da biz vururuq 4,8-ə. 8 də 5-in 4 yadda 12. 0, 2 yadda 4 də 1-in 4. 2 də yadda 6. 0, 2, 7. Neçə bura gəlir? 0,72. O da yazırıq 0,72. Sonra C variantına baxırıq. Buranı silirəm şagirdlər. 45 əvvəl 20%-ni tapırıq. Yəni 45 vur 0,2 bərabərdir. 9 eləyəcək eləmi? 9. 9 da vurulsun 0,4. Yəni 40%. Onu da eləyir 0, daha doğrusu 3,6. Növbəti. Ədədin faizin təqribi tapılması. Baxın, burada 152-nin 38% deyir. 152-ni biz 150, yəni onluqlar mərtəbəsində yuvaraqlaşdırırıq. 38-də həmçinin 40, yəni 150 vurulsun, %40 deməkdir. Kalkulyatorla versiyasında isə biz bu 38-i 0,38 kimi yazırıq. 152 vur 0,38 edirik. Baxırıq 4-cü çalışmaya. Əvvəlcə deyir təqribi hesablayın. Şagirdlər, mən təqribi hesablayacağım. Daha kalkulyatorda əlinizdədir. Özünüz hesaplayarsınız. A variantı. 998-i biz onluqlar mərtəbəsinə qədər yuvaraqlaşdırsaq eləyir 1000. Yəni təqribi. Burada yuvaraqlaşdırma işarəsi qoyarsınız. 53%-də 50 kimi götürürük, bölürük 100-ə. Sıfırlar ixtisar getdi. Qalır 500. Yəni təqribi qiymət 500-dür. Amma kalkulyatorla dəqiq qiyməti isə belə yazacaqsınız. 998 vurulsun 0,53% bərabərdir. Onu da özünüz taparsınız. Sonra B variantına baxırıq. 496-nı biz 500 yaza bilirik, elə deyilmi? Təqribi qiymət 500 vurulsun 21-i 20% bölünsün 100. İxtisar edib 5, o da təqribi edir 100. Sonra C variantı, özünüz bildiniz də, dəqiq də 496-nı vuracaqsınız 0,21-ə cavabı tapacaqsınız. Sonra C variantına baxırıq, təxmini qiymətinə. 405-i biz 400 yazırıq, vurulsun 24-i 20, bölünsün 100. Sıfırlar ixtisar edir, təqribi qalır 80. D variantında da 816-dırsa, biz bunu eləyirik 800. 820 də eləyə bilərik, amma yüzlüklər mərtəbəsinə qədər yuvaraqlaşdırsaq 800 yaza bilirik. Vurulsun 70%, bölünsün 100. O da edir 87 560 təqribi. Sonra Y variantı. 1232-ni 1200 yazaq. 1200 vurulsun 10%. 910% yazaq. Bölünsün 100. O da bərabərdir 120
təqribi qiyməti və sonuncu variantda 5007-ni biz 5000 yazırıq, vurulsun 10%, bölünsün 100, sıfırlarımız ixtisar edir, qalır təqribi 500. Növbəti sualımız 5. Təxmin etməklə müqayisə edin, kalkulyatorla hesablamaqla nəticəni yoxlayın. Təxmin etməklə müqayisə edirik. Kalkulyatorluq sizlik, təxmin etmək isə mənlik olsun yenə. Başlayırıq. Birinci isə 105-in 12%, biz bir 100 götürürük. 100 vurulsun 10%, bölünsün 100, təqribi edir 10. Birinci tərəfimiz 10-dur. İkinci tərəf 148-i 150 kimi götürsək vurulsun 10, bölünsün 100, bərabərdir 15 təqribi. Bura 15 alırıq, yəni ikinci hissəni böyük tapırıq. Kalkulyatorlu dediyim kimi özünüz hesablayırsınız. B variantına baxırıq. 480-i 500 götürək, vurulsun 25, elə 25 kimi də qalsın, bölünsün 100, o da edəcək 125, təqribi bura 125 edir. 396-nı 400 kimi yazsaq, 4 vurulsun 30, bölünsün 100, təqribi 120 edəcək. Bura 120, biz birinci tərəfə böyük tapırıq belə olanda. C variantına baxırıq. 16-nın 72%, 16, 20 götürürük, 20 vurulsun 70, bölünsün 100, təqribi 14 alınır birinci tərəf və 58-i də 60 vurulsun 19%, 20 bölünsün 100 kimi yazsaq, burada təqribi 12 alırıq, onda birinci tərəf böyük olur. D variantında 80-in 41%, 80 vur 40 bölünsün 100, təqribi 32, 41-in də 79%, 40 vurulsun 80 bölünsün 100, o da təqribi 32. 32 ilə aldığımızdan biz bərabər tapırıq D variantını. Sonra isə özünüz kalkulyatorla hesablayarsınız. B variantı, məsələ həllərinə baxırıq. Deməli, suallara cavab verin. Mağazada 240 qutu meyvə şirəsi gətirdilər mağazaya. Bu qutuların 15%-i nar şirəsidir. Neçə qutu nar şirəsidir? İçində uşaqlar, bildiyimiz qaydada 240-ın 15%-ni tapırıq. 240 vurulsun 15, bölünsün 100. Sıfırlarımız ixtisar getdi. 10-dan 15, 5 ixtisar gedəndə burada 3, burada 2, 2 ilə də 24 ixtisar getsə burada qalır 12. Hasildə bizə verir 36. Neçə qutu nar şirəsi gətirdilər? Deməli, cavabımız eləyir 36 qutu. Növbəti B variantına baxırıq. Deməli, Samir imtahanda 25 sualdan 80%-nə düzgün cavab verib, neçə suala düzgün cavab verdi? Yenə bildiyimiz qaydada şagirdlər 25-in 80%-ni tapırıq. 25 vurulsun 80, bölünsün 100. 100-dən 25-lər ixtisar gedəndə burada 4, o da bərabərdir 20%. Deməli, 20 sual. Deməli, 20 suala düz cavab verib. C variantında kinoteatrda 360 yer var. Bu film üçün bütün yerlərin 60%-nə bilet satıldı. Bu film üçün neçə bilet satılmadı deyir. 360 yer var şagirdlər. Deməli, 60% satılıbsa neçə faiz satılmayıb? 100-dən 60 çıxırıq, 40% satılmayıb deməkdir də. Bir də 60-ı tapıb 360-dan çıxmaq uzun prosesdir. 40 alırıq biz buradan. Sonra 360-ın 40%-ni tapırıq. Yüzlərimiz sıfırlar ixtisar gedir. O da bərabərdir. 36-nı 4-ə vuranda 144. 144 deməli bilet satılmayıb. D variantına baxırıq. Lalə 240 səhifəlik kitabın 70%-ni oxudu. O kitabı oxuyub bitirmək üçün daha neçə səhifə oxumalıdır? Yəni, neçə səhifəsini oxumayıb soruşur qısacası. Deməli, 240 70%-ni oxuyubsa 30%-ni oxumayıb. 100-dən çıxırıq biz 30%, daha doğrusu 70%, o da bizə verir 30%. 240-ın da 30%-ni hesablayanda 240 vurulsun 30, bölünsün 100. Sıfırlarımız ixtisar gedir, bərabərdir 72. 72 səhifədə oxumalıdır ki, 240 səhifə tamamlansın. Buraya yazırıq 72.
Növbəti məsələmiz 7-ci məsələ. Fermada qaz, ördək, toyuğun ümumi sayı 1600 ədəddir. Bunun 45% toyuq, 25% ördəkdir. Neçə faizi qazdır? Aha. Şərtlər, deməli 7-ci məsələ. Variantsız da elə deyil, tək məsələdir. Aha. Deməli, qaz, ördək, toyuq ümumi sayı 1600-dür. 45% toyuqdur, 25% ördəkdir. Ümumi 100%-dir, elə deyilmi? 100-dən biz bu 2% çıxırıq. 45% və 25%-in cəmini. 45% üstəgəl 25%-in cəmi. Bunun özü də 100%-dir. Bərabərdir, 100 çıxılsın 70%. O da bərabərdir 30%. 30% gerdə qalan faizdir də, yəni qazın faizidir. Onda 1600-dən biz 30%-ni tapırıq ki, qazların sayını tapaq. Sıfırlar ixtisar getdi. 16 vur 3, 48. Bir dənə də sıfır artılır. Və 480-i qaz imiş. Növbəti 8-ci sual. Şahinlər futbol komandası yarış mövsümündə 30 görüş keçirdi. Komanda oyunların 40%-də qalib gəldi, 30%-də uduzdu. Digər oyunlar isə heç-heçə qaldı. Komandada neçə oyun heç-heçə qaldı? Ümumi 30-dur. Yəni 100%, 30-dur. Lövhəmizi təmizləyək. Deməli, 40% qalib gəlib, 30% uduzub, qalanları heç-heçə qalıb. Yəni, nə qarırıq? 100-dən 100% çıxılsın. Heç-heçə qalanları tapmaq üçün 40%-lə 30%-in cəmi, yəni 70%. O da bərabərdir 30%. 30% heç-heçə qalıblar. Ümumi 30 oyun olub da, 30-un da 30-un faizini hesablayanda 9 eləmi? Deməli, 9 oyunda heç-heçə qalıblar. Növbəti 9-cu məsələyə baxırıq. Bağda 60 ağac var. Onlardan 50% alma, 25% armud, 15% cavalı, qalan isə şaftal ağaclarıdır. Bağda hər ağacdan neçə dənədir? Bir-bir bütün ağacları hesablayırıq. 60 ağac var, 50% almadır. Aha. Deməli, əvvəl yazırıq bura alma. 60-ın 50%-ni tapırıq ki, almaların sayını tapaq. Bölünsün 100 bərabərdir 30. 30 ədəd alma oldu. Sonra armud olan hissəyə baxırıq. Armud. 25% armuddur. Yəni 60 vurulsun 25 bölünsün 100. Olur bu 4. 60-a 4-ə böləndə 15. 15-i etdi armud. Və 15% də cavalıdır. Yazıram cavalı. Cavalı. 60 vurulsun 15 bölünsün 100 bərabərdir. Sıfırlarımız ixtisar getsin. Ondan da 15-i biz hər birini 5-ə böləndə burada qalır 3, burada qalır 2. 2 ilə də 6 ixtisar edəndə 3 bərabərdir 9. 9 da cavalı elədir və qalanı deyir. Qalanı necə tapa bilərik biz? Bayaq dediyimiz qaydada faizləri toplayırıq. 50, 25, 15, qalan 10% edirdi, elə deyilmi? Yəni 100 çıxılsın, 50%-in üstə 25 gələndə, deməli 75, 90. 100 çıxılsın, 90%, qalanı eləyir 10%. Yəni biz bura bir dənə qalanı yazırıq, qalanı. O da 100-ün 10%, yəni 100 vurulsun, 10 bölünsün 100 bərabərdir, 10 verəcək bizə. 10-cu məsələyə baxırıq. Bir həftədə, bir dənə buranı silək. Anar 80 səhifəlik kitabın 45%-ni, Lalə 140 səhifəlik kitabın 30%-ni, Elxan 70 səhifəlik kitabın 50%-ni oxudu. Kim daha çox oxuyub deyir. Aha, başlayırıq 10-cu məsələdən. Əvvəl anarı hesablayırıq. 80 səhifəlik kitabın 45%-ni oxuyub. Yəni 80-in 45%-ni hesablayanda bərabərdir. 5-ə böləndə burada 9 qalır, burada qalır 2. 2 ilə də 8 ixtisar edir 4. 4 dəfə 9-un 36. Anar 36 səhifə oxuyub. Sonra Lalə 140 səhifə deyir oxuyub. Laləni yazırıq. 140 səhifənin 30%-ni 140 vurulsun 30 bölünsün 100 bərabərdir.
42 səhifə. Deməli, hələ ki Lalə ən çox oxuyub 42 səhifə. Bir də Elxana baxırıq. 50% nə deməkdir şagirdlər? Yarısı, 100-ün yarısı deməkdir də, yəni 2də 1 deməkdir. Və onda biz bunu fərq eləyək üsulumuzu. 72-yi 2də 1-ə vuraq. Bu da eləsin 36 səhifə. Bu da kim idi? Elxan. Yazıram. Deməli, Anarla Elxan 36 səhifə kitab oxuyub. Lalə 42 səhifə kitab oxuyub. Cavabımız onda olur Lalə. Yəni 42 səhifə, 6 səhifə çox oxumaqla digərlərinin fövqündə dayandı. Belə şagirdlər, növbəti mövzuda görüşərik. Kanalıma abunə olmaqla da daha geniş kütləyə çatmağıma vəsilə ola bilərsiniz. Sağ olun, salamat qalın.